Salam xanımlar, kanalımıza ve yeni videomuza hoş geldiniz. Bugün sizinle herkesin hazırladığı o meşhur soğan turşusunu bir yerde hazırlayırıq. Gördüyüm reseptlərdən fərqli olaraq mən soğan turşusunu nar suyu ilə hazırladım. İndi isə keçək hazırlanma qaydasına. 1 kilo orta boy soğanı bu formada soyub, yuyub təmizləyirəm. 2 hissəyə bölüb bu formada doğrayıcı vasitəsilə dilimləyirəm. Siz istəsəniz bıçaqla istədiyiniz ölçüdə, qalınlıqda dilimləyə bilərsiniz. Ərzaqların miqdarını açıqlama bölməsində qeyd edəcəm. Oradan rahatlıqla oxuyub hazırlaya bilərsiniz. Gördüyünüz kimi bu formada çuğunduru və sarımsağı da doğrayıram. İlk öncə yuyub təmizləyib sterilize etdiyim bankaya soğanın yarısını əlavə etdim. Orta hissəsinə çuğunduru əlavə etdim və doğradığım soğanın hamısını bankaya əlavə etdikdən sonra ən üst hissəsinə sarımsağı və hazırlayacağım suya əlavə edirəm. Siz əgər istəsəniz bankanın alt hissəsinə sarımsağı əlavə edə bilərsiniz. Əslində dadında heç bir dəyişiklik olmur, sadəcə zövqə görə istədiyiniz kimi edə bilərsiniz. Boş bir qaba 1 xörək qaşığı şəkər tozu, 1 xörək qaşığı duz, 1 armudu stəkan üzüm sirkəsi və dənəvəri istiotu əlavə edirəm. Sirkəli suyumuzu yaxşı-yaxşı qarışdırdıqdan sonra soğanımızın üzərinə əlavə edirik. Videonun da əvvəlində dediyim kimi mən 2 ədəd narın suyunu bu formada sıxıb turşuma əlavə edirəm. Zövqə görə istəsəniz əlavə etməyə də bilərsiniz. Nar suyumu da əlavə etdikdən sonra qaynadılmış qaynar suyu bankaya əlavə edirəm və ağzını isti formada bağlayıram. Bu formada bir gün gözlətdikdən sonra açıb nuş edə bilərsiniz. Rəngi, görünüşü həqiqətən çox gözəl və iştahaçıcı görünür. Bu turşunu siz qızartmaların və kebabların yanında çox gözəl formada servis edə bilərsiniz. Hazırlayan hər kəsə nuş olsun. Yeni videolardan xəbərdar olmaq üçün kanalımıza abunə olmağı, videomuzu bəyənməyi və fikirlərinizi bizimlə bölüşməyi unutmayın. Hələlik!